ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan siyasi analitik Luke Coffey X sosial platformasında Azərbaycanla bağlı diqqət çəkən paylaşım edib. Analitik paylaşımında yalnız "Be prepared", yəni hazır olun sözlərini yazaraq Azərbaycan bayrağı əlavə edib. Paylaşımda hər hansı izah verilməsə də, mesaj sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, ABŞ İranda mümkün daxili silkələnmələrə hazırlaşır. Cənubi Azərbaycan faktoru regionda strateji risk və imkan kimi nəzərdən keçirilir. Azərbaycan Respublikası bu proseslərdə təbii geosiyasi mərkəz rolunda qiymətləndirilir. Vaşinqton region ölkələrinə, xüsusilə Bakıya, proseslərə hazır olun mesajı verir. Bu baxımdan Luke Coffey'nin paylaşımı İran daxilində mümkün ssenarilərlə bağlı dolayı xəbərdarlıq kimi toxuna bilər. Xatırladaq ki, Luke Coffey beynəlxalq təhlükəsizlik və postsovet məkanı üzrə ixtisaslaşmış ekspert kimi tanınır. O, həmçinin Ukrayna tərəfindən təltif edildiyini, Rusiya tərəfindən isə sanksiyaya məruz qaldığını açıq şəkildə qeyd edir.